Zikirlər iki cürdür. Birinci, şəriətin müəyyən məhdudiyyət qoyduğu zikirlər, yəni say məhdudiyyəti qoyduğu zikirlər. Məsələn, fərz namazından sonra 33 dəfə Subhanallah, 33 dəfə Əlhəmdülillah, 33 dəfə Allahu Ekber və bir dəfə La ilahe illallah vahdehu la şərikə ləh, ləhul mulku və ləhul həmd və huve alə kulli şeyin qadir. Və yaxud müəyyən zikirlər var, hansı ki orada say var. 10 dəfə məsələn bu zikri demək. Əgər hədisdə say gəlibsə, onda o halda o həmən zikirlər o sayda deyilməlidir. O saydan nə artıq, nə əskik deyilənməz. Bir də var ümumi zikirlər, yəni şəriət bunların deyilməsində say məhdudiyyəti qoymayıb. Onlardan biri də istiğfar. Peyğəmbərə sallallahu əleyhi və səlləmə salavat və yaxud Subhanallahi və elhamdülillah və la ilahe illallah və Allahu Ekber. Subhanallahi və bihamdihi Subhanallahil azim. Yəni bu zikirlərdə şəriət say qoymayıb. Çünki bayaq qeyd etdiyimiz kimi əməlin qəbul olma şərtlərindən biri bu nədir? Miqdar uyğun olmalıdır şəriət.